Deməli uşaqlar başlayardıq. Bizim iş dərsimizdir. Bismillah. Biz hal-hazırda HTML-in iş dərsini öyrənirik və bizim hal-hazırki sahəmiz veb proqramlaşdırmadır. Veb proqramlaşdırma öyrənirik. Veb proqramlaşdırma nədir? Tam olaraq bilirəm, hamısının Elcan lazım qədər üzərindən keçib, Elcan müəllimimiz. Amma mən də biraz üzərindən keçəcəm ki, həm sizə belə təkrar olsun, həm də tam olaraq aydın olsun. Bunu da belə eləsəm, bu da yer tutmasın, gözəl şəkildə qalsın. Veb proqramlaşdırmamız. Bir də uşaqlar, mən dərs keçəndə çox belə xoşlayıram ki, dərs keçəndə sakitçilik olmağını xoşlamıram. Mən belə həm canlı dərs keçəndə, həm Meet üzərindən dərs keçəndə, necə deyim, səs-küylü dərs keçməyi xoşlayıram. Yəni müzakirə olsun qrupda, tamam? Yəni çəkinməyin. Tamamilə müzakirə olsun, belə suallar olsun. Yəni vəziyyət o dərəcə olsun ki, artıq siz mənə sual verəndə mən deyim ki, daha bəsdirin, az sual verin, dərsimiz davam eləyək. Yəni ki, bu barədə qəti şəkildə çəkinmirsiniz. Həm suallar, həm də sual-cavabda maksimum şəkildə iştirak eləyin. Zaten utanmaq teması olmasın, bunu deməyimə ehtiyac belə yoxdur. Bura öyrənməyə gəlmişik. Heç nə, bunları da dedimsə dərsimizə davam edirik. Biz veb proqramlaşdırma öyrənməyə gəlmişik hal-hazırda. Veb proqramlaşdırma bizdə 3 əsas nə üzərinə gedir? Biz buna proqramlaşdırma dili deyirik. Eləmi? HTML gedir, CSS gedir, JavaScript gedir. Əslində HTML, CSS tam olaraq proqramlaşdırma dili deyillər. Nədirlər? Bilən var bu barədə? Proqram örtüyü, səhv etmirəm. Bəli, bir də zəhmət olmasa. Proqram örtüyü. Proqram örtüyü dedikdə, yəni ki, bizdə HTML Hypertext Markup Language gedir. Yəni ki, işarələmə dili olaraq gedir. Tamam. Proqramlaşdırma tam olaraq CSS isə sanki bunun bəzəyi olaraq gedir. Yəni ki, biz hər hansısa bir saytımıza girdikdə, məsəl üçün ən çox gündəlik girdiyimiz saytlardan biri əsasən də oğlanların. Oğlanlar gecələr burada yatır deyə düşünürəm. Turboaza girdikdə məsəl üçün, biz məsəl üçün bu saytın örtüyünə baxanda, bizdə HTML, CSS və JavaScript-i görə bilirik. Amma hardan görə bilirik? Yəni bunu mən görə bilirəm, siz görə bilirsiniz hal-hazırda ki, Elcanın izah elədiyi üzrə. Nəyə görə bilirik? Bu görürük ki, saytlarımız müxtəlif şeylərlə yığılıb. Bunlarda məsəl üçün nə var? Yazılar var, rənglər var. Ondan sonra hər hansısa bir funksionallıqlar var. Burada bildiyimiz yazılar bizim HTML-imiz gedir. Yəni ki, insan üzərindən götürsə, həmişə belə izah eləyirəm eləyəndə, müəllimlərin çoxu da belə izah eləyir. İnsan üzərindən götürsək, insanın skeleti bizim HTML-imiz gedir. Onun üzərindəki dərilər, qaşıdır, gözüdür, saçının rəngidir, gözünün rəngidir. Bunlar bizim CSS-imiz gedir. Yəni ki, dizayn hissələri. Ondan sonra bizim funksionallıqlarımız isə bizim JavaScript-imiz gedir. Funksionallıqlar nədir? Funksionallıq. Yəni ki, bir şey bir artıq metodu icra etsin. Yəni bir hərəkətə bağlı olsun. Bu nə deməkdir? Məsəl üçün basıram və açılır. Bu bir funksionallıq deməkdir. Tamam. Basıram və açılır. Məsəl üçün burdan hər hansısa bir şey yazıram. Məsəl üçün basıram, filtrlənir və göstərilir. Bu bir funksionallıq deməkdir. Bu artıq JavaScript-in ilə həyata keçirilir. Tamam da, aydın oldu sizə. Və bu şəkildə biz HTML-dən başlayaraq, sonra üstünün örtüyünü düzəldərək, CSS-i öyrənərək, sonra JavaScript-i öyrənərək tam şəkildə veb proqramlaşdırmanı öyrənəcəyik. Veb proqramlaşdırma nəyə baxır? Veb proqramlaşdırma baxır bizim client tərəfimizə. Client sayt nə deməkdir? Client tərəf nə demək? Client bizik uşaqlar, müştəri. Biz bu sayta girmişiksə, Turboazdan bir dənə qəşəng vuruqsuz bir nədir bu? Akura maşını axtarırıqsa və buna girib bura baxırıqsa, biz bu vizualı görürüksə, biz client-ıq millət. Və biz veb proqramlaşdırmanın client hissəsini, yəni görünən hissəsini proqramlaşdırırıq front-endçilər olaraq. Bundan əlavə deyəcəklərim çox bir şey yoxdur. Bunun üçün isə biz veb proqramlaşdırma eləmək üçün, yəni mentor hissəmizə girək. Burdan div mentor 1 2 3 sizə qəşəng bir folder açım, tərtəmiz. Div buradan açıram. Buradakı qruplara, bəli, oğurluq qrup, nisya qrup, bəli, hər cür qrup var burada. Mentor 3 yox, 4 yox, online olsun. Online. Div mentor online olsun sizin adınız. Buradan yeni bir dərsdən başlayaq. Allah, getdik. Dərs 1. Tamam. Biz dedik ki, biz yazmalıyıq bunları müəyyən bir strukturda. Və bizim yazdığımız fayl da önəm kəsb eləyir. Yəni ki, biz bunları harda proqramlaşdırmalıyıq? Tamam, biz kodlarımızı harda yazmalıyıq? Birinci şəkildə, bayaq Elcan müəllim sizə göstərdi. Bizim fayllarımızın, bizim bu yazdığımız faylın uzantısı mütləq şəkildə, məsələn, HTML fayl yazılsa, HTML olmalıdır.
Tamam. HTML olmalıdır. Əslində HTML faylının adıdır, HTML uzantısıdır. Ondan sonra CSS yazanda inşallah .css olacaq. JavaScript yazanda .js olacaq. Yəni ki, hansı kodlarımı yazırıqsa faylın uzantısı o şəkildə olur. Fayl uzantısı nədir ümumiyyətlə? File extension nədir? File extension bizim yazdığımız faylın hansı tipdə, hansı strukturda, hansı adda fayl olduğunu göstərən bir uzantıdır. Məsəl üçün biz buradan hər hansısa bir fayl açdıqda fərq eləmir. Bu PowerPoint faylı da ola bilər, Excel faylı da ola bilər, bir not dəftəri də ola bilər, bir Word faylı da ola bilər. Məsəl üçün bir Word faylını hətta seçim mən burdan ki, bayaq siz not dəftəri üzərindən açsınız böyük ehtimalla. Məsəl üçün bu Word faylının biz uzantısını görürük. Yəni burada docx. Məsəl üçün bu PowerPoint faylı olsa nə olacaq? PPTX. Düzdürmü? Düzdürmü? Və XSL-dir, fayl üzərində, Excel fayl üzərində və s. və s. Bu faylın uzantısını mən dəyişsəm ki, sən artıq docx uzantılı yox, sən artıq HTML uzantılı faylsan. Yəni ki, HTML yazıb. Baxın, bu sizdə çıxır bayaq bir xanımın dediyi üzərinə. If you change a file name extension, the file might become unusable. Are you sure you want to change it? Bəli. Niyə? Yəni unusable, nə fayl unusable? Yəni deyir ki, Word faylın artıq unusable olacaq. Word faylının işlənməz hala gələcək. Biz Word faylı istəmirik ki, zaten biz istəyirik HTML faylı. Tamam. Və bu da sizin siz də məsəl üçün bura Chrome gələ bilər, Explorer gələ bilər, Opera gələ bilər, Yandex gələ bilər. Siz default browser olaraq nə işlədirsinizsə, baxın sizin burada choose a default web browser var axtarış yeri üzərində. Default browser olaraq hal-hazırda məndə nə işlənir? Görürsüz? İşlənir nə? Opera GX. Hə, bizdə var Internet Explorer, Google Chrome, Opera, Microsoft Edge və s. və s. Siz default olaraq nə işlədirsinizsə, sizdə avtomatik olaraq faylınız həmin iconun belə deyim, görüntüsünə bürünəcək. Bəli. Və açanda da həmin Explorer'da faylı açacaq. Aydın oldu. Onu da dəyişmək üçün bu arada default apps bölməsindən dəyişə bilirsiniz. Tamam. Default apps-a baxın burada mail üçün, maps üçün, music player üçün, ondan sonra web browser üçün. Baxın buradan web browser hissəsini, bir dənə default app yazanda bura default. Bu dəqiqə. Baxın default yazanda burada choose a default web browser çıxır. Bayaq sizdə default app çıxacaq, nə bilim. Bax default apps bu buradan çıxacaq. Bu buradan çıxdıqdan sonra default apps açılır və choose default apps var. Mail üçün, maps üçün, music player üçün. Mən buradan web browser yoxdur burada. Buna basdıqda üstündən sizdə hal-hazırda yüklü olan browserların listi çıxır. Bu browserda mən Chrome-u seçəndə bu dəyişir mənim Chrome olacaq. Aydın oldu. Baxın. Nə fayl oldu? Chrome faylı. Düzdürmü? Səsiz gəlsin. Deməli, keçirəm bunu, eləyirəm nə? Opera faylı. Və bundan davam edirəm. Mən Opera rahatda hal-hazırda Opera üzərindən davam edirəm. Web browser olaraq. Bu aydındır düşünürəm ki. Və gəlim extension bölməsinə və extension-a HTML elədim. Sizdə extension file name. Tamam. Nə Chrome gəlmir? Ay. Buradan. Burada Chrome gəlmir. Sonra settingsə girəndən sonra find a setting bölməsinə default yazdım. Bura default. Default apps bölməsinə girdim. Ora girdim. Tamam, bəli. Default apps bölməsinə girdim. Amma orada şey gəlmədi. Burada web browser tab Chrome gəlməlidir. Chrome-u mütləq ki, kompüterdə yüklü olmalıdır. Bu da var. İnşallah yüklüdür sizdə. İnşallah. Tamam. Tamam. Statik olaraq Edge var və bəli, Edge işlədirlər. Deyilsə, Edge-dən girin, bir dənə Chrome download yazın və Chrome yükləyin. Ondan sonra gözəl şəkildə də orada çıxacaq. Chrome yazın, download yazın. Arada yüklənmə qaydası da çox sadədir bilirsiniz. Download yazırsınız, yüklüyürsünüz. Ondan sonra buradan yükləyəndən sonra bura sizə exe faylı gəlir, yüklənmə faylı. Baxın, burada məsələn məndə bir dənə exe faylı var. Hər hansı bir şey yükləmişəm. Small deyə bir şey. Girirsiniz, üstünə basırsınız, install edirsiniz, next edirsiniz. Yüklənir, ondan sonra ora gəlib düşür. Düşməməsi mümkün deyil. Bu bura düşdü. Sizdə Elcan göstərdi, Elcan müəllimimiz göstərdi. Sizə burada file name extension-ı buradan dəyişdirməyi. Gəlin mən də sizə başqa qaydası ilə, başqa yolla göstərim. Sizdə hər hansısa bir folderınızı açanda, indi mən məsəl üçün bu faylımı burada açmayacağam. Girib, bayaq mənim mentor qovluğum var idi da.
Sizə burada qəşəng dərs bir dərs ki, inşallah hamısını burada yazacağam. Siz qovluğunuza gələndə hər hansı bir qovluğunuza və yaxud nə bilim, girin buradan PC-yə, tamam. Bura girdikdə, kompüterin özünə girdikdə, burada millət yuxarıda görmüş olasınız. Bu Windows 10-larda belə 11-də zaten Elcan göstərdi. Elcan kompüter 11-də idi. Settings'ə girib dəyişə bilirsiniz. 10-da da eyni şeyi dəyişə bilirsiniz. Və 11-də də bunları eləyə bilirsiniz. Burada view hissəsi var. 11-də də var əslində bu şey hissəsi. Baxın, birinci buradakı görürsünüz, buradakı çəntik var, burada ox çəntik. Buradan buranı genişləndirin, yaxşıdırsa. Ondan sonra da burada, məsəl üçün, bizdə adətən burada olur, kompüter hissəsində olur. Burada yuxarıda view hissəsi var. Burada view hissəsinə basanda, buradan file name extension çıxır. Bunu görmüş olasınız. Buradan file name extension açıq saxlayın. Bunu bağlayanda, baxın millət, faylların bağlanır. Fazla.pdf görsənmir. Məsəl üçün, bunu açsam, hamısı görsənir. .pdf görsənir, nə bilim, .txt görsənir və s. Hamısı görsənir. Aydın oldu. Buradakı hidden items'dır. Buradakı gizli olan fayllar göstərir. Hələ ki sizə ehtiyac yoxdur, amma ki açmağınızı indidən tövsiyə edirəm ki, gələcəkdə problem yaratmasın. Bu arada 11-də də var, tək 10-da yoxdur. 11-də çox az daha fərqlidir. Buradan view hissəsini, burada səhv eləmirəmsə 3 nöqtə var, sizə ona vurursunuz. Aşağıda view hissəsi var. View'dan da, view'un üstünə gələndə sağ tərəfdə pəncərə açılır. Orada file name extensions deyə bir yer açılır, oradan açırsınız. Bu da hazırdır. Ondan sonra keçirəm faylımın içinə. Hara. Bağladım mən faylımı. Mentor faylımı bir də girək. Sizdən div mentor online. Bura. Dərs 1-ə girdim. Burada nə açıram mən bir dərəm? Fayl açıram. Nə fayl açıram? Ürəyim istəyən fayl. Adını nə qoyuram? Adətən millət, qlobal qaydada, məsəl üçün, siz bunun adını istəyənə şey qoya bilirsiniz. Elvin qoya bilərsiniz, nə bilim, ondan sonra Kamran qoya bilərsiniz, nə bilim, Aysel qoya bilərsiniz. Ürəyiniz istəyən hər hansı bir adı qoya bilərsiniz. Amma ki, yəni, qlobal olaraq təyin olunmuş ad indeks fayllardır. Tamam. HTML fayllarımız adətən əsas faylımız, bizim ana faylımız indeks faylı olur. Ona görə indeks yazmağınızı tövsiyə edirəm. Tamam. Ki, yəni hər yerdə default olaraq bu götürülür da. Yəni ki, bir şeyə ad niyə qoyulur? Nə bilim, nə misal çəkə bilərəm? Nə tanıyırsınız məsələn? Bu Skype-ın adı niyə Skype-dir? Yəni bu da ona görə. Yəni sadəcə indeks faylı adı verilib buna. Adətən də belə işlənir. Ondan sonra bunu Visual Studio Code'da açma qaydası bayaq Elcan sizə göstərdi. Visual Studio Code'un içinə girirsən, fayla girirsən, open folder eləyirsən. Bunu daha rahat açma qaydasını da göstərə bilərəm sizə. Belə eləyə bilərsiniz millət. Bizdə papka yoxdur, papkamız. Bildiyiniz papkamızın üstünə gəlirsiniz, sağ klik eləyirsiniz və burada Open with Code var. Buna klikləyirsiniz. Amma bunun bəzilərində olmaya bilər. Bunun sizdə olması üçün sadəcə tək lazım olan, siz Visual Studio Code'u download eləyəndə, sizdə orada install bölməsində next eləyəndə belə şey çıxır. Adı neydi? Checkboxlar çıxır ki, onları çekləməlisiniz. Çekləyirsiniz, install edirsiniz da. Oranı çekləməmisinizsə, yəni orada işarələməmisinizsə, yəni o quş qoymaq var. O quşu qoymamısınızsa, böyük ehtimalla sizdə çıxmayacaq. Ki, vəziyyət elədirsə, silib təzədən yükləyə bilərsiniz. Çox da çətin bir şey deyil. Bunu dediyim kimi, buradan Open with Code eləyə bilərsiniz. Papkanın içinə girib, yəni papkanın içində də boşluq bir yerə klikləyib, buradan da Open with Code eləyə bilərsiniz. Bundan da rahat yolu varmı? Bu da baxın, çox rahat yolu. Bu papkanı görürsünüz. İstənilən Visual Studio'da açmaq istədiyiniz istənilən papkanı Visual Studio kodu qoyun desktopunuza, yəni ana ekranınızda olsun. İstənilən istədiyiniz papkanı sadəcə Visual Studio kodunun üstünə aparanda, baxın, nə çıxır altında? Oxuya bilirsiniz altında, nə çıxır? Open with Visual Studio Code. Bəli. Baxın, bunu buradan buraxanda, oba, baxın, məndə nə açıldı? Fikir verirsiniz, həmin papkam. Dərs bir papkam, içində də indeks faylı. İndeks faylı da bomboş gül kimi tərtəmiz yaza biləcəyimiz qaydada. Aydındır hamıya? Tamam. İndi, bayaq dərsdə öyrəndiniz. Və bunu Elzam deyəsən HTML yazmışdı. Mən HTML yazdım. Uşaqlar, çox da bir fərq yoxdur. İki qaydada da düzgündür. Yəni HTML faylımızın adıdır. HTML sadəcə uzantımızdır. İki qaydada da qəbul edir. Yəni bunu HTML də eləyə bilərsiniz, HTML də eləyə bilərsiniz. İkisini də götürür. Bunu da deyim, qaranlıq qalmasın. Ondan sonra öyrəndiniz siz. Nəyi öyrəndiniz millət? Biz
birinci HTML faylımıza başlayanda, yazmağa başlayanda hansı kodlardan istifadə edirik? Öyrəndiyimiz kodları sadalayın görək. Header, head, Bir nəfər sadalamasın. Ay sağ ol. Title. Ay sağ ol. Ən birinci hansından başlayırıq? Ən birinci. title başlayır. HTML. Title. Yəni Yəni ev yoxdur, reisinin qapısının adını qoyursunuz, mebelini düzürsünüz. Ay sağ ol. Birinci ev. Sonra var. Bəli, ən birinci HTML. Eşitdim deyənləri daha doğrusu. Sonra demin ki müəllimimiz eşitmədi. HTML yazdınız bura. HTML təqlərimiz necə açılır, necə bağlanır? Və bu qaydada yox, bundan. HTML açılır və bu qaydada bağlanır. Visual Studio Code sağ olsun öz avtomatik bağlayır, imkan vermir dərs keçməyimizə. Amma ki bunu bilirsiniz. Yəni bunun izahına ehtiyac var. Necə açılır, necə bağlanır. Və bu bütün bizim saytımızı sarmalayır. Saytımızı sarmalayır nə deməkdir millət? Yəni mən gedim bu faylımı açım. Bu faylı açmaq üçün Elcan sənə göstərdi. Göstərdi. Go live və s. göstərdi, yoxsa faylın üstünə klikləyib açsınız? Oradan sol aşağıda go gibi var. Bundan göstərdinizsə, Bəli. tamam, bunun nə olduğunu bilirsiniz. Neyinir bu? Onu bastıqda canlı olaraq dəyişir. Ay sağ olun, bəli, canlı olaraq dəyişir. Yəni millət normalda məsəl üçün burdan açıram mən, baxın fayllarımı. Əslində burdan açılır. Üstünə klikləyib aça bilirsiniz yəni. Çünki bu bir nə fayldır? Browser fayldır. Görürsüz, HTML fayldır da. Görün type-a görün nə yazılıb hal-hazırda? Type. Opera GX web document. Görürsüz, oxuya bilirsiniz millət? Yəni bu mənim bir web faylım deyə burada aça biləm və bura baxın, bir dənə bunun yoluna baxın, URL-nə baxın hal-hazırda. Faylın altında C-Gov'un altında user is save desktop mentor div mentor görürsüz. Bildiyiniz uzun bir pəs var. Tamam. Və siz amma məsəl üçün buradan Go Live-dan açdığınızda bu faylı eyni fayl açılır. Hal-hazırda pəsiniz nədir? Fikir verin, müəyyən bir port verdinizsə, müəyyən bir URL verdi. Millət, bu sizdə məsəl üçün açın, məsəl üçün keçək iki fayla da bura bir dənə yazaq ki, salam. Bundan yazaq. Baxın, burada yoxdur, burada var. Görəsiniz indi. Heç birində yoxdur, nə gözəl. İndi burada məsəl üçün bir dənə, məsəl üçün mən salam ilk dərsimizə xoş gəlmişsiniz. Nə oldu? Heç nə də olmadı. Niyə üçün olmadı? Faylımızı bir də live şəkildə açaq. Menüzün olma şəkildə açım, ona görə oldu. Onu 5 proqramın içinə yazaq. Nəyin içinə? P yazır. P yazıb onun içinə yazacağım. Bu qaydada da problem yoxdur. Hal-hazırda şeydə saytda görsənir deyə. Body. Tamam. Problem yoxdur. Onlar zaten yazacağam. Onları öyrədəcəm. Hal-hazırda sizə bilirsiniz nə göstərirəm? Sizə göstərirəm ki, bizim hal-hazırda yazdığımız şeyləri bu live-lə normalın nə fərqi var? Bir də ki, millət, buradan zəhmət olmasa autosave açarsınız. Tamam. Burada fayl var. Faylın üzərinə gələndə, tamam, burada autosave deyə bir qism var. Gördünüz? Buradan autosave açın ki, burada hər dəfə Ctrl-S eləməyin. Aydın oldu. Hal-hazırda portumuz 5500, tamam, çox gözəl şəkildə işləyir. Tamam. Burada yazdığımızla millət, burada yazdığımızın fərqi, burada yazdığımızı görmək üçün millət məcburi olaraq refresh eləməliyik. Tamam. Çünki bunun səbəbi nədir? Bunun səbəbini izah edeyim sizə. Bunun səbəbi odur ki, biz burada yazdığımızı bir statik olaraq gedib buradan üstündən klikləyib açmışıq və bu bizim necə deyim, kompüterimizdə bir fayl olaraq açılıb. Tamam. Amma burada açdığımızı isə görün müəyyən bir port üzərindən açmışıq. Yəni bu live şəkildə işləyir. İnşallah server məntiqidir, port məntiqidir, nə bilim, müəyyən bir URL, bunları qaldırmaq, server qaldırmaq, bunları hamısını lokalda server qaldırmaq, bunların hamısı gözəl şəkildə izah olunacaq. Bugünün mövzusu deyil, başınızı qarışdırmayacağam. Tamam. Bunun live işləməyinin səbəbi sanki biz bunun işləməsi, canlı işləməsi üçün buna bir yer ayırırıq və buna deyirik ki, sən canlı olaraq işləyəsən. Bu qədər.
Başqa bir şey yoxdur. İndi keçək əsas live başlatmamışlar. Bax bunun hamısını bağlayaq yenə də. Keçək əsas nə edirik ona? Deməli bizdə HTML elementimiz var. HTML elementimiz bilirsiniz nədir millət? HTML elementimizin içindəkilər. Bütün sizin bu dokument görürsünüz hal-hazırda ağ dokument. Baxın bu ekran, bu pəncərə. Bütün HTML elementimizin arasındakı hər hansı bir atribut, tag, hər hansı bir yazı, content hamısı sizin bu pəncərənizdə görsənəcək olan content. Baxın bu ümumi pəncərəmizdə olan, Yəni HTML elementlərimizin arasında nə yazmısınızsa HTML faylında, onlar bu pəncərəmizdə görsənəcək. İndi HTML pəncərəmizdə nə yazılır, ona baxaq. Nə yazılır HTML daha doğrusu taglərimizin arasında? Yəni HTML taglərimiz bütün faylımızı sarmalamalıdır. Necə ki, baxın bu şəkildə. Necə ki, bizim desktopumuzu hal-hazırda elə bil sarmalayır ekranımızı. HTML elementlərimizin, taglərimizin arasında nə olmalıdır? Hansı taglərimiz olmalıdır? Birindən başlayırıq. Head. Yes. Head tagimiz. Ondan sonra ikinci body tagimiz. Ondan sonra belə yazaq. Ondan sonra hansı tag? Footer tagimiz bizim body'mizin içində olur, yoxsa body'mizdən çöldə olur? Body'mizin içində olur. Belə deyim. Yəni ki, baxın bu head tagimizin içində olanlar bizim saytımızın sanki necə deyim, texniki hissəsi ilə bağlı olan yerlərdir. Yəni ki, head tagimizin içində məsəl üçün bizim hansı atributumuz var, hələ ki bildiyimiz. Yo. Title. Ay sağ olun. Bu title bizdə nəyi bildirir? Tamam, buradan da oxusaz baxın. The title elements represents the document's title or name. Nə deyir? Ay sağ olun. Bəli. Adını və yaxud başlığını təmsil eləyir title elementləri, title tagi bizim dokumentimizin. Yəni ki, title-ı açdıq, bağladıq. Title-ın içində gedib yazdıq ki, ilk dərsimiz. Gedirik, avtomatik olaraq biz burada baxırıq ki, hazırda mən live serverim işləmir, bilmirəm niyə, birazdan onlara baxarıq. Bizim bura nə yazılır? Yazılır ki, ilk dərsimiz. Tamam. Baxın, görürsünüz bu hissəyi. Çünki texniki hissəsidir. Ondan sonra mən gedirəm, keçirəm hara? Body hissəmə. Tamam, body hissəmə. Body hissəmdə yazılacaqlar isə saytda ümumi olaraq gördüyünüz, yenidən açın buranı. Saytda ümumi olaraq gördüyünüz bütün hər şey artıq mənim aiddir hansı hissəmə? Body hissəmə. Aydın oldu uşaqlar. Yəni body hissəmizdə ürəyimiz istəyən qədər şeylər yaza bilərik və bu bizə düşəcək saytımızın strukturuna. Və hal-hazırda gördüyünüz kimi hal-hazırda baxın live şəkildə işləyir. Live server düzəldi. Bax niyəsə yüngül baş getmişdi. Görürsünüz, baxın yazıram. Sönən kimi avtomatik olaraq gəlir. Bunu təmin edən iki şey var. Bir auto save-dir. Buradakı auto save-in məntiqi odur ki, siz əlinizi buradan basanda dayanan kimi birbaşa Ctrl S eləyir sanki arxada. Auto save eləyir. Və bunun parametrlərdə müəyyən şeylər var. Basanda mı eləsin, yazan anda mı eləsin, yoxsa dokumentdə işiniz qurtardıqdan sonra mı eləsin? Hamısının parametrlərini tənzimləyə bilirsiniz. Ondan sonra body'mizin içində hansı tagləri bilirik? Millət. Getdik, sadalayırıq. Ən birinci başlayıram, başlıq taglərim. Başlıq taglərimi deyin. Təcili. H1-dən düz hara qədər? H2 var, H3 var, H4 var, H5 var, H6 var. Yaxşı, qardaş, mən soruşam, bunun biri bəs eləmirdi. Bunun niyə altısını çıxarıblar? Buyurun. H1-i keçdik. Bir də Tamara xanım, siz də nə dediniz? Ölçülərinə görə. Hə. Bir, baxın, ikisi də düz idi. Biri dediniz önəminə görə, məsəl üçün H1 dedik bir dəfə işlənir. Bir də dedik ki, ölçülərinə görə. Mən bunların hamısında gedib yazsam ki, salam, ilk dərsimiz, sərdən dancaq yeni söz yazırıq. Süper. Nə oldu bu? Buradan etibarən, bəli. Bunun həm semantik olaraq mənası var. Semantik kod deməkdir ki, mənası olan bir şey. Bunun həm mənası var, həm də ki, ölçülərin önəmi var.
əslində ölçülərindən, önəmindən çox bizdə lazım olan bunun mənasıdır. Bunun mənası dedikdə nə deyirəm uşaqlar? Hər hansısa bir sayta girəndə, elə turbazımızın üzərindən davam eləyək. Girəndə millət bura baxın, burada yazılır ki, sizdə premium elanlar. Baxın bu bir başlıq teqidir. Aydın oldu. Aşağı düşürsüz, nə bilim, qaydalar, qanun, hər hansısa bir səhifəyə girəndə o səhifənin linki olsun. Müəllim, o premium elanlar H1-dir, yoxsa hansıdır? Artıq bunu biz özümüz təyin edirik. Məsələn, burada premium elanlardan daha önəmli nə görürsən? Nəsə var burada premium elanlardan daha önəmli? Görürsən, yoxdur. Onda nə yaza bilərsən? Burada bunu H1 olaraq yaza bilərsən. Amma məsəl üçün gir bura, bu səhifəmdə bunu H1 olaraq yaz. Oy, bir işdir. Hə. Məsəl üçün gir bura bütün elanlara. Tamam. Burada məsəl üçün bax, avtomobil almaq var, salonların VIP elanları var. Biraz aşağı düşsək burada elanlar var, görürsüz. Məsəl üçün elanlar da var, VIP elanlar da var. Tamam. Amma bunların ikisi də təxmini olaraq görürsüz ki, millət eyni statusdadır da. Çünki yəni eyni başlıqlar görürsüz. Bunun da altında kartlar var, bunun da altında. Bunu artıq H1 yox, H2 olaraq yazmağınız daha məsləhətdir. Burada H1-i nə yazarsınız? H1 hansı olar burada? Ay, sağ olun. Yox, qutardı getdi. Yəni bu qədər. Çox da çətin bir şey yoxdur. Yəni məntiq olaraq bəli. Bir də bayaq elədik, ilk dərsimiz yazsın, hamısını eyni anda yazdı. Onu nə Hə, bundan bəhs edirsən. Bunu ilk anda hamısını eyni anda yazmaq, hamısını eyni anda silmək və s. Bunu millət inşallah zaman-zaman sizə öyrədəcəm hamısını. Bunu kontrola basırsınız, basılı saxlayırsınız. Alta basırsınız eyni zamanda. Və oxlarımız yoxdur. Kompüterimizin yön tuşları gedir, yön oxları. Sağ alt tərəfdə olur adətən. Klaviaturanın sağ alt tərəfində. O oxlara klik eləyəndə, bəli, hə. Avtomatik olaraq ürəyiniz hara qədər istəyir, bunu təşkil edə bilirsiniz. Ki, spesifik olaraq, məsəl üçün 2-3 yeri də seçmək istəyirsinizsə, məsəl üçün bunu belə yox, belə başlatmaq yox. Bunu buradan başlamaq, bunu buradan başlamaq, alta basılı saxlayırsınız. Sadəcə üstündən klik edin. Alta basılı saxladınız. Baxın, buradan klik elədim. Ki, baxın, buradan başlayacağam. Buradan başlayacağam. Buradan başlayacağam. Buradan yox. Buradan başlayacağam. Aydın oldu? Belə bir qısa yol. Necə deyim, deyək ki, H1-dən birinci məsələ H1, H1-dəki 4-5-də 6-da başlasın. Nə? Məsəl üçün H1-də yazdılar ki, 4-5, H4, H5, H6-da yazılsa. Yəni H2, H3 seçilməsinə 4-5, 6-da Dediyim kimi də H1 alta bas, H1-i seç, H4-ü seç, 5-i seç. Bax, alta bastın, H1-i seçdin, 4-ü seç, 5-i seç, 6-ını seç. O birisində yazılmasın, bunu da yazılsın. Tamam. Buyur. Demək, bu da aydın oldu millət. Bunun əsasən, yəni bunun semantik bir mənası var ki, qardaş, sən başlıqsan, sən yekə başlıqsan, böyük avtomobil almaq. Yəni, səni qışqıra demək lazımdır. Önəmli bir şeysən. Bu, salonların VIP elanları, yəni bunu artıq özünüz məntiq olaraq əlaqələndirəcəksiniz. Bu nə üçün önəmlidir desəz, baxın, bu üçün önəmlidir millət. Bura turbo yazanda, burada turbo az çıxırsa, bu belə texniki işlərin sayəsindədir ki, hər şey doğru düzgün yazılır. Aydın oldu? Və biz nə edirik hal-hazırda? H1-dən H6-ya qədər hamısını danışdıq. Super gözəl şəkildə. Başqa nə bilirik millət? P bilirik. Düzdürmü? Paraqraf deyirik. Nə işə yarayır? Nə işə yarayır? Deyin görək. Mətin yazmaq üçün. Mətinin içində nə ola bilər? Yazı ola bilər. Yazı müəyyən formatda. Yazı müəyyən formatlarda ola bilər. Məsəl üçün, mən bu yazının hansı formatlarda yaza bilərəm? Qalındır, italik. Necə eləyərəm? B'ya basanda bold olur. Bəli. B'ya basanda. Yox, tək B'ya basmamız bəs eləmir, təbii ki. Yox, tək İ'yə basmamız da bəs. İ'yə bastım, bold oldu, yox olmadı. Neynəməliyik?
Bəli, yeni açırsan, bağlayırsan, arasında yazırsan. Bəli. Yəni ki, sarmalıyır. Sarmalıyır. Millət, teqlərimizin zaten açılıb bağlanmağının səbəbi də budur. Açılan bağlanan teqlər var, açılıb bağlanmayan teqlər var. Səbəbi nədir? Yəni səbəbi budur ki, məsəl üçün i-nin başlayıb burada qurtardığını biləsən. Yəni bu belə olsa, bunu bilə bilərsən, yox, bu belə olsa bilə bilərik. Amma məsəl üçün image açılıb bağlanmayan teqimizdə bilirik bunu. Niyə? Çünki yəni image zaten bir dənə olacaq. Bir şey qurtardı getdi. İçində də link olacaq ki, bu hardan gəlir, hardan gəlmir. Düzdürmü? Çox düzdür. Hə, onda heç nə, bunu da getdik. Nə deyirdim? i var idi. Bəli, ver gəlsin, bəli, buyurun. Mən də bayaqdan bütün etməyə çalışıram ki, Golif çalışmır. Bold? Golif çalışmır. Go Live çalışmır. Hə, Go Live çalışmır. Ola bilər. Buradan extension mütləq şəkildə yüklədiyinizə fikir verin. Yüklədim. Başqa nə tövsiyə eləyə bilərəm sizə? Valla məndəki problem də ola bilər. Şeyi söndürüb yandırandan sonra bir də məsəl üçün Ctrl-Shift-P verib buradan Reload Windows verə bilərsiniz. Ctrl-Shift-P yapasanda reload çıxır. Bunu reload eləyə bilərsiniz və yenidən Go Live verə bilərsiniz. Go Live burada çıxmaya bilər, o da bir problem ola bilər. Dedim və hal-hazırda məndə getdi. Hə, gəldi. Go Live burada çıxmaya bilər millət. Burada çıxmayanda da Go Live. Buradan da Orada çıxır. Əla. Buradan da sağ klik eləyə bilərsiniz, çıxmayanlara deyirəm. Orada yazında open a folder or workspace. Hə, yes. Go Live-ın onda işləməmə səbəbi səndə bilsən nədir? Sənin faylını folderda açmamağındır. Yəni ki, xeyr. Baxın, böyük ehtimalla bunu tutub bunun üstünə açmısınız, ya da bunun index faylının özünü Visual Studio kodda açmısınız. Zəhmət olmasa faylı video Studio kodu açın. Bağlayın təzədən, Visual Studio kodu bağlayın, faylı gedin birbaşa Visual Studio kodda açın, düzələcək. Ayson. Mən dediyim kimi birbaşa faylı gedin Visual Studio kodda açın və düzələcək. Çünki sizdə hal-hazırda open file yazır ora. O deməkdir ki, yəni qardaş fayl işlət. Məndə Go Live ancaq faylla işləyir. Çünki faylın şeyinə görə baxır, təsinə görə. Buyurun. Gələcək, narahat olmayın. İşləməsə narahat olmayın. Dərsdən sonra da baxarıq. Deməli uşaqlar, nə deyirəm? i var idi bizdə, bu nə edirdi? İtalik eləyirdi. Düzdürmü? İtalik nədir? Belə əyri-məyri qəşəng yazılar var idi, belə. Instagramların biosuna zada yazılan belə. Ondan sonra başqa nə var? Alındı? Səs gəldi deyəsən, bayaqçı xanımın səsi. Go Live şey eləyən. Düzəldən. Alındı deyəsən. Hər nəsə. Başqa nə var idi? İtalik var idi. Bold var idi. Bold var idi. Bolddan başqa nə var idi? Underline var idi. Şu. Başqa nəsə var idi? Əslində bu tegi ilə bir yerdə nə bilim strong tegi və s. də var. Çox deməyimə ehtiyac yoxdur. Adətən bunu işlədəsiniz zaten. Ki eyni işə yarayırlar. Bir də nə gedib bura baxsaz. Hal-hazırda mən də yenidən başlatdım deyə mənim Go Live-ım da getdi. Bir də getsəz yenidən baxsaz. Nədir? Görürsünüz. Biri italikdir, biri qalındır, biri də underline-dır. İndi millət, bunları bilirik gözəl qəşəng şəkildə. A tegimiz, M tegimiz var. Bunları da artıq yemişik, içmişik, superik. Düzəm? Düz bilirəm? Bəli, verə bilər. Herif nə deməkdir? Herif yazmış. Hyperreferans. Onu inşallah Elcan mən bilən demiş olar sizə. Mən də üstündən keçəcəm, narahat olma. Tamam. Herif səndə hyperreferans nə deməkdir? Ünvanı bildirir. Bu səndə məsəl üçün nə tegindir? Link tegimizdir bu. Link tegimizin içində href atributumuz var. Href nə deyir? Baxın, contains a URL or a URL fragment. Bu deməkdir ki, mən URL saxlayıram özümdə və həmin URL-ə gedirəm və görün, burada hər şey yazır millət. Bildiyiniz dokumentasiyadır bu Visual Studio Code. Yəni bildiyiniz, məsəl üçün, bura bunu qoyanda, DS işarəsini qoyanda nə etdiyini, ID ilə verəndə nə etdiyini, bunu inşallah Elcan gələn dəfə öyrədəcəksə, mən də öyrədəcəm sizə. Fayl qoyanda, FTP, href top yazanda, baxın, mail to və s. belə yazılıbdır bura, görürsünüz.
Hər bir şey var burada. Tamam. Mənim A nəsə oldu. Nə? Azım sizi. A, nə A? Bu Ankor. Ankara. Hə, bəli. Link tag. Ankoru yadda saxlamağınıza çox da ehtiyac yoxdur. Ankor da bildiniz da, şey Ankor yox. Yağ Ankor yox da, şey. Ankor bilirsiniz nədir? Bu lövbər. Düzdürmü? Yəni bu o deməkdir ki, lövbər nə edir? Atırsan hər hansı bir yerə, gedir çatır, onu gətirir, dayanır orada nə bilim nə. Bu da elə bir şeydir. Lövbər. Atırsan hər hansı bir yerə link atırsan. Bura gələcək. İndi millət, mən istəyirəm bir taskımızın üzərində bunu işləyək. Mən taskı yazıram. Tamam. Mən taskı yazıram, izah eləyirəm. Diqqətlə qulaq asırsınız. Ondan sonra bu taskı sizə verirəm. Siz yazırsınız. Çox yox, təxmini bir 15-20 dəqiqəlik, maksimum 15-20 dəqiqəlik bir şeydir. Hətta 5-10 dəqiqəyə belə həll edə bilərsiniz. Ondan sonra Elcan da mən belə mentor qruplarımızı açdı, hazırdır. Mentor qruplarımızı da açırıq. Taskı da mən sizə verirəm. Ora atırsınız. Birbaşa olaraq fayl şəklində ora göndərirsiniz. Aydındır? İndi birinci mən işləyirəm, mənə baxırsınız. Ondan sonra kodu bağlayıram. Siz oturub yazırsınız. Hər hansı bir sualınız varsa mənə verəsiniz. Birinci işləm. Taskımız nədir? Ənənəvi bütün tələbələrimə işlətdiyim ilk HTML dərsindəki CV. Gülməmmədova Fatma Nisə. Bu Bəxtiyar Vahabzadə olsa da, yəni ki, bu bir şablondur millət. Hər öz CV-sini yığacaq. Aydın oldu. Bu CV-mizi necə qaydada yığacaq? Baxın, bu nə təqimizdir sizcə? H1. Bu nə təqimizdir? Bu da hər halda, bəli, bu H1-dirsə, bu da hər halda H2 olar. Gözəl. Məsəl üçün, burada da 1, 2, 3, 4 dənə başlıq var. Məsələn, bunlara nə verərsiniz? H3. Gözəl. H3, H4. Məsələn, buna da H3 verə bilərsiniz. Bunlara H4 verə bilərsiniz. Məsəl üçün. Aydın oldu. Bunlar nə təqlərimizdir? Paragraf. Bu nədir? Bu kimdir? Yaxşı, kimdir? Hə? Səməd. Bəli. Səməd Vurğun. Səməd Vurğun da bir şeirini yazaq bura. İndi nə oldu? Bəs bu nədir bu? Here. Bunu da öyrətdin sizə? Yox. Bunun, hə, öyrətdim. Deyəcəkdim ki, bəs bunun içində bunun içində hansı atributlar var? Hə, bunun içində hələ onları bilmirik. Hələ onları bilmirik. İnşallah yavaş-yavaş biləcək. Deməli, getdik. Birinci başlayıram. Hanı saçsın fayl. Gedirəm, yazıram. İlk dərsimiz. Nə oldu indi? Kim oldu bu? Bəxtiyar Vahabzadə deyilmirlər. Səməd Vurğun. Şeirini bilirsiniz Səməd Vurğunun. Valla yalan deyirəm, mən bilmirəm. Body'nin içində nə yazırıq? H1. Düzdürmü? Bunun içində yazırıq? CV. Hə. İndi gedib baxıram. CV mən dayanıb o var. Düpbəcüz burada da. Bunu necə mərkəzə salaram millət? Tamam, məndə mərkəzdədir axı burada. Tamam. Bir də ki, bunu, gəlin bunu bu tərəf eləyək. Tamam. Bunu da bu tərəf eləyək. İkisi şeyin bir hissəsinə dayansın. Ay, sağ ol. Hə. Belə dayansa. Gözəl görsənir hər şey. Yaxşıdır. Əla, super. Belə dayansın, qəşəng işləyir. Hə. Bunu dedik, CV-ni mərkəzə salmaq üçün nə edərəm? Align center işlədir. Ya da ki, CSS-lə extra center işlədir. CSS hərəkət etmirik. Çox qaçmır. Hara getdin? Keçdin, çıxdın JavaScript-də zada CSS. Nə yazırıq? Align deyə bir atributumuz var. Buna center verəndə məndə avtomatik olaraq bu gedir hara, millət? Birbaşa olaraq hara? Mərkəzə. Gördünüz? İkinci bir yolu öyrədim sizə. Bir bununla eləmək olur. Məsəl üçün, ikincidə Gülməmmədova Fatma Nisəni yazaq burada. Gedib yazıram. Kim? Biriniz adınızı deyin. Səməd. Səmədov
Kim o? Səmədov. Ciddi? Bəli. Nə gözəl, nə gözəl. Səməd Səmədov. Bu bildiyimiz müğənni sizsiz, yoxsa o da o qədər də təsadüf olmaz. Səməd Səmədov. Elə bir müğənni var idi, yoxsa mənə elə yadımdaydı? Bəli, var. Hə. Bilmirəm daha ölüb yoxsa yox. Amma siz o deyilsiniz. 100%, 100%. Baxın. Səməd Səmədov. Hə, bu. Bəli. Ha, ölüb. Allah rəhmət eləsin. Sizdən uzaq. Hə. Səməd Səmədov yazdıq bura. Səməd vurğun şəkildə burdadır. Gözəl şəkildə hər şey uyumlu gedir. Bunu bir dediyim kimi yaza bilərsiniz. H1 taglərimizin içində, daha doğrusu align center atributu ilə. İkinci olaraq da məndə center deyə bir tag var. Center yox. Center deyə bir tag var. Gedirsən bu Səməd müəllimi alırsan center taglərinin arasına. Aydın oldu. Gedib bir dənə də sayta baxırsan ki, Səməd Səmədov ortadayam. Gördünüz? Neçədən yol bildik? 2 dənə. Biri bu, biri align center, biri də center taglərimiz. Hər iki qaydada nə edə bilirəm? Bunları gedib ortaya ala bilirəm. Bəlkə bunu da sol eləyək. Bunu sol eləyək. Ay sol. Arada bunu da sağ eləyək. Arada bu açılsın, arada bu açılsın. Tamam. Süper. Getdim Səməd müəllimi yazdım bura. Ondan sonra nə edirik? Məndə başqa nəyim var idi? Gedirəm baxıram. Web developer. Bunu dediklərlə qoyaram. Deyərəm ki, H3 gedib yazaram ki, Səməd müəllim web developer. Bəli. Ona da bir dənə gedirəm. Deyirəm ki, align sən də zəhmət olmasa, center olasan. O da gedir dayanır mərkəzdə. Üçüncü olaraq biz baxırıq ki, millət burada. Bir də ki, taglərimizi yazanda görürsünüz belə iç-içə düzülür taglərimiz. Baxın. Siz fikir verin, nəyin harda açılıb bağlandığına. Mənim H2 birinci açılıbsa, H2 axırıncı bağlanmalıdır. Center harda açılıbsa, center orada bağlanmalıdır. Aydın oldu? Yəni, center ikinci açılıbsa, əvvəl bağlanmalıdır. Yəni ki, bir sıra gözlənməlidir. Center H2-dən sonra bağlana bilməz. Buna fikir verin. Bunu rahat şəkildə də görmək istəyirsinizsə, enter ilə bir dənə alta sala bilərsiniz. Baxın, hal-hazırda nədir? Center H2-in içindədir. Görürsünüz? Bu şəkildə də yaza bilərsiniz. Aydındır millət? Səs edin orada. Bəli, bilim. riyaziyyat məsələlərinə kimi də mötərizəni açıb Kopya, əla, super bir örnəkdir. Əla. Bunu yazdıq. Bir dənə də baxırıq ki, Səməd müəllimin altında bir dənə belə xətt var, belə qəşəng narıncı. Tamam. Bu xəttə nə ilə qoyuruq? Bizdə millət HR deyə bir tag var. HR. Bildiğimiz HR. O HR bağlanmayan tagdir. Tamam, bağlanmır. Belə olur. Görürsünüz, Visual Studio Code öz-özünə bağlamadı. Amma ki, məsləhət gör. Baxın, buradan bizdə nə gəldi? Xətt. Gördünüz? Amma məsləhət qoyaram ki, özünüzdən bir dənə bura belə bir slash qoyun. Çünki bağlamayan taglər belə bağlamağınız bizdə qaydalar olaraq, indi girmirəm nə qaydalarına olaraq, ECMAScript qaydalarına olaraq düzgündür. Bunu bağlamağınız məsləhətdir. Bunu HR ilə bağladıq. HR-i yazdıq, bağladıq. Tamam. Bunu belə də işlədə bilərsiniz. Yəni ki, bağlanmayan tag. Çünki sadəcə bir dənə xətt qoyur. Yaxşı, bunun baxırıq ki, bizdə nəyi var? Rəngi var. Səməd, hansı rəng istəyirsən? Göy? Blue. Bunun color deyə bir atributu var. Neynədir bunu? Blue elədir. Hətta bunun N deyə bir atributu da var. Width. Width yazırıq. N. Məsələn, təxmini bir 80% olsun səncə? Yoxsa? Olsun. 8. Ola, 80. Baxın, bu pikseldir hal-hazırda, görürsünüz? 80. Məsəl üçün 800. Bu pikseldir. Amma gedib bura yazsaz ki, məsəl üçün, baxın, 21 piksel, nə bilim, 1 piksel. Alın. Heç görünmür. Gedib bura yazsaz ki, 85%. Baxın, 85% qədər hal-hazırda. Və biz bu ekranı nə qədər böyütsək də, kiçiltsək də, həmişə bunun 85% olaraq qalır. Görürsünüz millət nətər böyüyüb balacalanır. Tamam. Çünki 85% olaraq həmişə qalır. Bunu da yazdıq bura. İndi bunu yazandan sonra bir dənə gedirsən, nə edirsən? Nə var burada? Əlaqə məlumatları. Gedirəm.
Başlayıram. H1, 2, 3 yazıram. İndi H4. H4 yazıram bura. Azərbaycan dilinə keçər. Əlaqə məlumatları. Tamam, yazdım bura. Ondan sonra bunun altında nə var? Bizdə P var. Tamam. P'nin içində nə var? Ünvan. Tamam. Ünvan nədir? Poçt. Ünvan da görək. Səməd. Gəncə şəhəri. Şəhərin özündən sən birbaşa. Yox, civar məsələ ucaqdır. Bu da rayonda. Oo, Gəncə şəhəri uzaq. Super. Qonşuyuq. Bura ünvan, telefon. Bir dənə məsəl üçün bura getdim, yazıram ki, telefon. Ondan sonra gedirəm bura. Yazıram ki, plus 994 nə? 12 bundan daha nömrəvi istəmirəm. Nömrəvi qoymayaq bura. Şəxsi qalsın. Bəlkə vermək istəmirsən nömrəvi. Mobil. Mobildə eyni şəkildə bunu kopyalayıram, gedirəm salam bura. Tamam. Bir dənə də gedirəm hal-hazırda vizual olaraq görüntümə baxıram ki, necədir. Oba, gözəl şəkildə. Amma bir dənə fikir verin. Məndə burada ünvan, telefon, mobil sadə şəkildə yazılıb. Burada isə necədir? Qara. Görsünüzmü? Ondan sonra gəlib neyniyəsən? Baxın, bu ünvan hissəsini bir dənə buradan kəsərsən, bold tag açarsan, yazarsan bura, telefon hissəsini buradan götürərsən, bold tag açarsan, yazar bura, mobil hissəsini buradan Ctrl-X eləyərsiniz. Ctrl-X həm kəsir, götürür, həm də kopyalayır onu. Həm də Ctrl-C eləyir. Ondan sonra B tagini açarsan, Ctrl-V eləyərsən, yazarsan bura. Ondan sonra bir dənə də gedib baxarsan ki, super. Əla. Ondan sonra gedərsən bir dənə də nəyə qoyarsan? Səməd müəllimin şəklini. İndi Səməd Səmədovun yox, Səməd Vurğunun şəklini qoyaq, hə? Hansının şəklini istəyirsən? Səmədov olsun, Səmədov. Sən soyadın. Hansı şəklini götürək, baxaq. Yaraşıqlı düşdüyü. Məncə bu. Tamam. Səməd müəllimin şəklini 2 qaydada götürə bilirsiniz. Öyrətdim Elcan sizə. Tamam. Hansı qaydalarda olar? Hansı yollarlandır? 2 yolla götürə bilirsiniz. Deyin görək. Linki kopyalamaq. Ay, sağ ol. Burada copy image adresi var. Çox yol verilən səhv. Buradan gedib copy link adresi eləyirsiniz. Eləməyin. Bunu gedib copy link adresi eləyəsiniz, sonra üstümə qaçarsınız ki, Elvin işləmir. Mənim kodum error verir, nə bilim nə. Çıxmır şəklim. Çünki bu copy link adres deyil. Bu copy image adresidir. Tamam, copy image adres. Bunu copy edirsiniz və bir dənə gəlib deyirsiniz ki, məndə image tag olacaq. Tamam. Bu da avtomatik olaraq hamısını yazır. Image tag özü də bildiyimiz kimi bağlanmayan tagdir. Tamam. Bağlamayınız yenə məsləhətdir. Bunun hansı atributları var? 2 dənə. Deyin görək. Source. Ondan sonra alt. Hansı nə işə yarayır? Alt məncə yüklədiyimiz şəkli yazır. Bunu kesinlikle. Əgər alışmasa, ikinci bir şəkli qoyar. Məsələn, bizim qoyduğumuz şəkil işləməsə, əlavə ehtiyacı. Super. Birinci Səməd müəllimin sorusunu gedək. İnşallah kopyaladık da biz. Baxaq bir dənə. Yes, kopyalamışıq. Səməd müəllimin şəklini bura. Oba, maşallah, gəldi bura. Tamam. Ondan sonra da alta. Yəni ki, Səməd müəllim işləməsə, gedib deyərəm ki, burada bir vaxtlar Səmədov var idi. Bəli. Yəni məndə hər hansısa bir internet kəsintisi mi deyim? Yəni ki, bir klientiniz girdi sayta internetsiz. Ya da nə bilim, buradakı linkdə hər hansısa bir problem oldu. Nə oldu? Burada bir vaxtlar Səməd Səmədov var. Gördünüz. Yəni bu onun barədə məlumat verir ki, qardaş, burada əvvəllər Səməd Səmədovun şəkli durmuşdu, indi yoxdur. Təbii ki, siz burada buranı yox. Bir dənə Səməd Səmədovda yazsaz kifayət edir. Bir dənə də ver gəlsin. Buyurun. Bəzi kodlarda slashdən istifadə edirik. Bəzən Slash deyəndə. bu slashdən istifadə etmək vacibdir. Bu? Yox.
Bağlanan teqlərdə hə. Sualım bu. Bax bu bağlanan teqlər var ya. Bunlarda mütləq. Tamam. Çünki harda bağlandığını bildirməlisən. Aydın oldu. Bağlanıb bağlamayan hardan bilir? Nə? Bağlanıb bağlamayan tek olduğunu hardan bilir? Dediyim kimi, əgər hər hansısa bir teqin içində kontent var da, tutaq ki, sən bunu bildirməlisən ki, CV harda bax. Məsələn, bold teqi deyil bu, bold. Tamam. Sən bunu bildirməlisən ki, mənim qalın yazım harda başlayıb, harda qurtarır. Bildirməlisənmi? Bəli. Bildirməsən nə olur? Hamısı şey olur. Ay sağ ol, salam əleykum. Gördün? Ona görə deməlisən ki, burada bağlansın. Bu o deməkdir ki, yəni sən lazımsa bunu bağlamalısan. Tutdun temanı. Yəni bunu image bağlamaq sənə lazımdır. Yox, image bura qoyursan qalır burada. Image hardasa qurtaracaq deyə bir şey deyil. Image-in maksimum ölçüsü ola bilər. Ölçüsü nədir? Bir dənə buradan gedib width atributu var. Width yazarsan ki, Səməd müəllim olsun 750 piksel. Allah, vahşi böyle oldu. 150 piksel bəs edir. Müəllim, bir də bir sual var. Şəklin ölçüsünü sözlədim. Şəklin ölçüsü indi göstərirsiniz. Böyük kiçik olmağını piksellə. Bəli. Bu vitlə. Bəli. Böyük olsun, kiçik olsun. Bəli. Mərkəzdən filan olmaq üçün də bayaqki kimi senter və yaxud da senter. Bəli. Gördüyünüz kimi bunu şeylə də təyin edə bilirik. Nə ilə? Baxın, 50% ilə təyin etmişəm. Faizlə təyin eləyəndə Səməd müəllim baxın, avtomatik olaraq böyüyür, kiçilir ekranın ölçüsünə uyğun olaraq. Həmişə 50% olur. Gördünüz? Bu super bir şeydir. Yəni faiz olaraq təyin edirsən ki, həmişə 50% olsun da. Yəni çünki sən bunu fikirləş tutaq ki, 500 piksel təyin eləmisən da. 50 piksel yox. Oy, Səməd müəllim yoxdur. 500 piksel. Hə bu 500-dən də gəlmir. 800 piksel. Tamam. Bu ekran üçün uyğundur. Tamam, zordur. Əla. Bu ekran üçün uyğun deyil axı bu. Bir dənə də sağa keçirim. Bu ekran üçün uyğun deyil axı. Tamam. Ona görə faizlə təyin eləmək hər vaxt daha belə məqsəd uyğundur ki, məsəl üçün 40% olsun Səməd müəllim. İstənilən ekranın 40%. Ondan sonra Səməd müəllimin bir də ki, məsələn, width verəndə, height verəndə width avtomatik olaraq öz tənzimləyir millət. Tamam. Nisbətə uyğun olaraq. Nisbət bilirsiniz də nə deməkdir? Yəni ki, bu width-i mən müəyyən bir nisbətdə böyüdürəmsə, məsəl üçün 2 qat böyüdürəmsə width-ini, height-ını da avtomatik olaraq 2 qat böyüdür. Və yəni sizə tövsiyə edirəm ki, bunu əlinizlə, özünüz ikisini də təyin eləməyəsiniz. Məsəl üçün, çünki buna 200 piksel gedib yazsan, baxın Səməd müəllimin üzü uzandı. Yazıq kişi, rəhmətli kişini nə hala kökə salırlar. Baxın 400 piksel eləsən, gördünüz? Yəni pis görsənir də həqiqətən yəni. Çünki uzanır. Amma ki sizə hansı lazımdırsa onu təyin eləyin. Məsəl üçün biz height ancaq təyin eləsək, width ona uyğun düzəldir. Başa düşdünüz nə deyirəm? Və şəkil pozuntuya uğramır. Bu da super bir şeydir. Mən deyirəm ki, mən hal-hazırda mən width xoşlayıram. Bundan təyin eləyirəm, deyirəm ki, 40% gözəl şəkildə edirəm. İndi Səməd müəllimi sağa keçirməliyəm. Nə deyirəm? Sağa. Mərkəzdə olanda align center deyirdim. Sağda nə deyəcəm? Yes. Align. Zəhmət olmasa Səməd müəllim. Rocket yox. Right. Ay, sağ ol, Səməd müəllim keçsin sağa. İndi baxarsınız ki, deyirsiniz ki, Elvin, başımızı alladırsan. Səməd müəllim burada sağda dayanmışdı. Səməd Vurğun müəllim. Amma yuxarıda. Gül kimi qəşəng burada da. Sən də dayanıb yazdan sonra. Çünki niyə? Yəni mən kodlarımı senxron formada yazmamışam. Nə deməkdir bu? Çünki məndə birinci yazılarım yazılıbdı kodlarda. Ondan sonra image tagi var. Məndə nə olmalıdır? Birinci əgər image tagi olsa, sonra yazılarım olsa, baxın, qalxdı bura. Məndə nəyin altında olmalıdır? Nəydən sonra gəlməlidir Səməd müəllim? Baxın bir dənə şəklə. Məntiq olaraq. Hərədən sonra da Here. Son xəttimizdən sonra. Bir dənə də biraz da aşağı salam. Bu H3-dür, web developerdir. Bura yox. Bir dənə də aşağı salam. Heredən aşağı. Oba. Gördünüz? Yəni bu necə aşağı yuxarı aparırsınız? Eyni altla. Yenə alta basırsan, aşağı yuxarı oxlara basırsan. Tamam? Müəllim, Buyur. mən getməliyəm indi. Bunun videoyu sağ olacaq veriləcək. Video rekord inşallah gedirsə. Hə, gedir, olacaq. Tamam. Oradan baxaram, sağ ol.
Sağ salamat. Amma mütləq ki baxırsan, mütləq ki taskı atırsan yoxlanacaq. Oldu? Oldu mənim. Görüşəndək. Zaten çox bir şeyimiz qalmıyor. Tamam. Bunu yazdım mı millət? Bundan sonrası, taskımızın bundan sonrası bildiyiniz olaraq eyni qaydada davam edir. Aldığı təhsildə eyni şey yazarsınız. Bir dənə bundan sonra yenə HR qoyarsınız. HR yazdınız, nə bilim, color blue. Yenə getdiniz yazdınız bunun vitinə 70-80 neçə faiz? 85%, bayaq 85% təyin eləmişdik. Ondan sonra yenə o qaydada altından başlayırsınız nə yazmağa? Siz istəyirsinizsə ki, məsəl üçün, buradan bir qədər aralansın. Bizdə nə kodlar var, millət? Break kodlar var. Məsələn, break kodu bilirsiniz bizdə neyini? Məsəl üçün, məndə burada, onu da göstərim. Baxın, burada bir dənə mənim, məsəl üçün, P var. Yazı var. Sən bu yazını buradan qırıb aşağı atmaq istəyirsən. Bunun üçün məndə BR kodu var. BR. Bu da bağlanmayan kodumuzdur. Neynədir? Gördünüz? Bunu da belə bağlaya bilərsiniz, ürək istəyən kimi. Neynədir? Yazını atdı aşağı. Nədir bu? Break. Bəli. Əla. Və siz bunu müəyyən qədər boşluq qoymaq üçün də istifadə edə bilərsiniz hal-hazırda ki, məsəl üçün bu Səməd müəllimə yapışmasın bu xətt, narahat eləməsin. Deyirəm ki, bir dənə BR at bura, bir dənə də BR at bura. Gördünüz? Necədir? Super. Bir dənə də məsəl üçün BR at bu H şeyin altından, buradan. Oba. Əla, super. Azca gözəl. Şərait təmin olundu. Ondan sonra ürəyiniz istəyən kimi burada aldığı təhsil qabağına oy. Başqa tasklarımıza spoiler veririk. Ondan sonra burada aldığı təhsil 1, 2, 3 nə bilim burada öz təhsillərimizi yazır. Burada nə yazılıbdır? Step IT Akademiya, proqramlaşma, aşbazlıq, iş təcrübənizi yazarsınız. Olmasa nəsə elə burada kimi yazın. Sədərək ticarət mərkəzi, nə bilim, Mega Holding zad. Bir də bildiyi dillər. Yaxşı, indi deyəsiniz ki, gəlin, bura qədər bildik. Bunu qabağına 1-2 yazıbdır. Bunu hələ list teqləri vasitəsilə yox, normal olaraq qabağına 1-2 yazın. List teqlərini keçəndə bunu inşallah avtomatik olaraq keçəcək. Hələ ki, normal öyrəndiyimiz teqlərdən istifadə edərək yazın. Ondan sonra iş təcrübəni buradan yazdınız, tutaq ki, deyək. Məsəl üçün, bunu 2018 yazın. Buradan boşluq da qoymağınıza ehtiyac yoxdur hələ ki, bunu da keçməmiş yerə. Bu boşluğu da nə ilə qoyduğumuzu deyəcəm. Çünki millət, baxın, sizə bunu da qeyd edeyim. İndi burada görürsünüz ki, qabaq-qabağadır. Burada görürsünüz ki, boşluqlandı. Tamam. Yaxşı, bunu necə eləyə bilərik? Sizcə bunu belə eləmək olar, onda gəlin belə eləyək də. Bir dənə gedirəm bunun altından, birbaş olaraq. Yenə H4 yazıram. Yazıram ki, iş təcrübəsi. Tamam. Bunun altından tutaq ki, yazıram ki, səndə olacaq P 2018. Bir də altında olacaq P, nə bilim, iş təcrübəsi Sədərək. Axıran. Tamam, axıran olaraq 2018-də Sədərəkdə işləyib. Tamam. Gedirəm, baxıram, yazıldı. Tamam. Bu boşluğu buradan space qoysam aralanar bu? Sizcə? P-nin içində. Hə. P-nin içində. Niyə aralanmasın ki? Hə, aralandı millət. Aralandı, təsir oldu, yox. Yaxşı, gəl buradan eləyək. Aralandı millət. Heç bir fərq olmadı. Yəni, olmamalıdır da. Yəni ki, mənim, sizə birbaşa deyim ki, mənim bu teqlərimin içərisində yazdığım kodumun strukturunda etdiyim hər hansı bir dəyişiklik mənim saytıma təsir etmir. Etməməlidir də millət. Etməməlidir. Yəni, bunu düş lap belə aşağıdan yaz. Tamam. Bu etmir. Bunu eləmək üçün, məsəl üçün, hal-hazırda əlimizdəki imkanlarla eləmək üçün bizim burada yazdığımız formada teksti çıxaran pretegimiz var. Tamam. Preteglərimiz açılır, bağlanır. Məsələn, pretegimin içində yazsam ki, bura iş təcrübəsi yox. Nə yazmışdıq? 2018. Tamam. Bir dənə də gedib yazsam ki, bura, altına da qoysam ki, Sədərək ticarət mərkəzi. Tamam. Qoysam. Nə oldu? Burada hansı formada yazmışam? Burada da o formada. Hətta buradan belə boşluq saxlayıb. Buyur.
Zaten dərsimiz qurtarır. 5 dəqiqədə səbr elə gedərsən olar. Çox bir şey Ben qalmır. sual vermeye var. Ver gəlsin. Bu yazılar arasında necə məsafəni azaldır? Hansı yazılar arasında? Bunlar Məsələn, telefon, mobil. Bunlar hal-hazırda PTG-nin statik olaraq özünün bir mərcini var. Mərcində də özünün verdiyi bir boşluğu var. Ona görə hal-hazırda sən onu yığışdıramazsan. CSS keçəndə yığışdıra bilərsən. İstəmirsənsə, məsəl üçün bizdə görsən span taglərimiz var. Şey olmasa da yan-yana yazılır. Amma ki aralarında yəni məcbur olaraq gərək sən bunu elə belə yazasan da. Məsələn birini P ilə, birini elə belə. O da ki yaxşı görsənmir. O da ki düzgün deyil. Yəni hal-hazırda yaxşıdır ki PTG-nin içində yazasan və PTG-də sən müəyyən qədər boşluq verəcək. Hal-hazırda onu yığışdırmamızın bir yolu yoxdur. Hal-hazırda amma. Tamam. CSS keçəndə yığışdıracaq. Çünki statik olaraq özündən müəyyən qədər boşluq verir. Hətta bunu buradan belə görə bilərsiniz. İnşallah göstərəcəm sizə. Baxın, burada görürsüz. Mən sizdə şifreni yoxladım, yazdığınızı. Hə. Məndə soldan yazıldı yazılar. İlk yazdığım mərkəzdən yazıldı, sonraki soldan. Tamam. Prenin şey olaraq aç. Məsəl üçün burada zadda olmasın. Yəni kod strukturunu əsasən çünki ortada olacaq. Harda yazmısansa orada olacaq. Preni çalış. Aç belə bu mən açdığım şəkildə yapışdır divarın qıraqlarına və içində də burada yaz. Yəni sən bir dənə nəzərə al ki, prenin içində kodu hansı qaydada yazırsansa, bu ekrana da o qaydada çıxacaq. Yəni Visual Studio'da görsənən şəkildə çıxır ekrana. Və tutaq ki, bunu yazdıq. Fikirləşin ki, bir dənə də altdan da buradan bildiyi dillər hissəsini yazmışıq. İndi qabağa dil yazmaq istəyirik. Keçirsən alta, bir dənə də tutaq ki, pire atırsan. Boşluğu biraz az qoyaq. Body'dən biraz aralayaq. Buranı. Burada indi nə edirik? Məsəl üçün Azərbaycan, nə bilim, mandarin dili olsun, alman dili qrupu olsun. Buradan yaz. Baxın, gəldi bura. İndi bunun qabağından, məsəl üçün, nə var bizdə başqa? Hə, ana dili kimi sərbəst yaxşı və s. da. Ana dili, tutaq ki da. Elədim, müəllim, başa düşdüm. Ana dili, bundan sonra bunun qabağından yazarsan ki, nə bilim, B2 səviyyədə. Bunun qabağından yazarsan ki, salam verə bilir. Tamam, salam verə bilir bu dildə. Halo deyir bir dənə. Tamam. Gördünüz? Yəni burada necə yazırıqsa, burada da o qaydada çıxır. Başa düşdünüz millət nə demək istəyirəm? Səsiniz gəlsin bir dənə. Ay, süpersiniz, gözəlsiniz. İndi mənim sizdən istədiyim. Çətindir millət, çətindir bura qədər. Başa düşülür. Super, bəli. Ay, mən də bunu gözləyim. Narahat olmayın, görəcəyiniz günləriniz qabaqdadır. Buralar asandır. Nisbətən maraqlıdır. Qabaqlar çətindir, nisbətən daha çox maraqlıdır. O barədə qəti narahat olmayın. Amma hələ ki qəşəng gedir. Baxırıq bura. Mənim sizdən istədiyim. Asandır demirsiniz. Gedirsiniz bunu 10 dəqiqədə həll edirsiniz, mənə atırsınız. Tamam. Hansısa problem var. Bir dənə. Burada, məsəl üçün, telefon nə yazmışıq? Bundan. Bura qoyursunuz ya öz telefonunuzu, ya istənilən bir telefon. Elcan sizə necə yazmışdı link vasitəsilə? Yadınızda? Necə eləyirdik onu? Tel. Nəyin içində yazırdıq teli? Refin içində. Ay, sağ olun. Refin içində tel yazırsınız, nə edirsiniz? Bunu ora qoyursunuz. Ondan sonra burada oxuduğunuz yerlər yoxdur. Mən zəhmət olmasa oxuduğunuz məktəbdir, universitetdir, işlədiyiniz iş yeridir. Yəni bura qoyduğunuz, məsələn, Bakı Dövlət yazasınız ya bura. Mən istəyirəm ki, məsələn, Gəncə Aqrar yazasınız ora. Gəncə Aqrarın basanda üstündən, bunun üstündən basanda Gəncə Aqrarın getsin şeyinə. Harasına? Web saytına. Tamam. Eləyə bilərsiniz bunu. Niyə eləmirsiniz? Super. Yo, çalışmayasınız. Eləyəsiniz gözəl şəkildə, narahat olmayın. Hər hansısa bir probleminiz də olsa mən buradayım. Bunu deməli yazırsınız, bunları qoyursunuz. Bunlar hamıda özünə görə. Hamı özünə görə CV-sini hazırlayır. Tamam? Şey üzərindən. Web page üzərindən və web saytda gözəl qəşəng şəkildə belə çıxacaq. Hamıda qrup atacaq, hamında CV-sinə qəşəng şəkildə olacaq. Necə qrup atacaq faiz? Hə, faiz necə qrup atacaq? Qəşəng sual. İndi girirsən buradan. Bir dəqiqə uşaqlar.
Hə, bir dəqiqə, zəhmət olmasa. Girirsən burdan. Tutaq ki, fayl atmaq istəyirsən. İki yolla. Ya bu faylı götürürsən, birbaşa olaraq WhatsApp-a sürükləyib atırsan. Tamam. Oradan promote göndərə basırsan. Bu birinci üsul. Ən rahat üsul. Gələcəkdə isə Saytın özünü də göndərə bilərik elə. hə, saytın özünü deyəndə Saytın özünü. bunu linki Aha. yox. O sənin lokalda olan bir şeyindir. Yəni səndə bu arada live server buradan bağlansa, bunu görsən bu buradan bağlansa, sən kompüteri bağlayandan sonra buna refresh atanda belə bir şey ortada qalmayacaq. Gördün? Tamam. Bu digər açılanı isə məsəl üçün bunu basıb açırıq bura. Tamam. Bu da sənin gör nə yazıb burada məndə? User İsayev desktop div mentor. Səndə div mentor deyə bir şey var, papka mapka zat. Sizin kompüterimizdə. Var elə bir şey? Ya da İsayev deyə bir şey, desktop. Var? Məndə desktop yazılır. Desktop 100% yazıb, desktop hamıda olur. Yəni bu mənim faylımın desktopudur. O sənin faylının desktopudur. Yoxdur bizdə. Ay sağ olun. Yəni 100% yoxdur. Bu mənim papkamdandır. Ona görə olmayacaq. O inşallah link şəklində atmağı gələcəkdə hələ çox var onu öyrənməyimizə. Onu da öyrənəcəyik inşallah. Bunu ya sürükləyib WhatsApp-dan belə göndərirsiniz mənə, belə. Belə. Bundan aparırsınız, atırsınız, göndərə basırsınız, gəlir. İkinci üsuldakı sizdə məsəl üçün gələcəkdə burada tək bu faylınız olmayacaq. Məsələn 5-6 dənə task yazarsınız alt alta. Mənim taskımı yazdınız, buradan bir dənə ay Allah. Məsələn bunu kontak nə qədər. Burada Eldan taskını yazdınız, 3-cü task, 4-cü task, çoxlu tasklar oldu da burada. Bunu bir dənə hamısını tək-tək atmayın belə, qrupda aləm bir-birinə dəyməsin, zəhmət olmasa. O eləyən olur çünki 8 dənə faylı bir yerdə atan tələbələrim var idi. Bunu bir dənə baxın bu papkanın üstünə sağ klik eləyirsiniz. Tamam. Burada sağ klik eləyəndə bu tərəfdən yox, zəhmət olmasa. Bu tərəfdən promo sağ klik eləyirsiniz. Send to var. Send to-da compressed zipped folder var. Bunu basanda tamam, bunu zipləyir. Hal-hazırda zipləmir. Gördüyümüz kimi gözdəydi. Niyə? Çünki deyir ki, faylın adında elə şey işlətmirsən ki, mən sənin papqabı zipləyənmərəm. Niyə? Yox ki, kimi da heç nə işlətməmişəm ki. Copy, index, yox, yalan danışsam. Baxın, bunları sil, götür, kopyala, eyni fayllar deyə ola bilər. Send to, compress, mentor online cannot be compressed because includes div mentor. Burada işlətmişəm millət. Baxın, burada görürsünüz, iyi işlətmişəm. Baxın. Tamam, bunu düzəltsəm. Bu da deyir ki, Visual Studio kod açıqdır deyə olmur. Bunu da bağlayayım. Vəsə, düzəldi. İndi buradan dərs beyin içində tutaq ki, ürəyim istəyən qədər fayl var yenə. Tamam, 3-4 dənə fayl kopyaladır. Gəlirsiniz, bir də göstərim. Bu faylımızın, məsələn, 4 dənə indeks faylı var bunun içində. 4 dənə task yazmışsınız, açıb. Gəlirsiniz, dərs 1-in üstünə sağ klik edirsiniz, Send to var. Send to'ya basırsınız. Zip foldera basırsınız. Nə oldu? Gördünüz millət? Zipləndi. Sizdə zip yoxdursa, zəhmət olmasa, gedin WinRAR yükləyin və yaxud zip yükləyin, ikisindən birini qurun, amma inanmam ki, hər kompüterdə var. Olmasa da, zəhmət olmasa bu tərəfə. Tamam. Sadəcə WinRAR yükləməyə sizə bəs eləyəcək. Tamam. Zipləməyə istifadə etmək üçün. Bundakı buradan yüklürsünüz gözəl şəkildə. Ürəyiniz istəyir 7-zip də istifadə edə bilərsiniz. 7-zipdən xoşmayan nisbətən daha çətindir. Yəni ürəyiniz istəyən üsulla zipləyə bilərsiniz. Bir dənə WinRAR yükləyə bilərsiniz. Baxın, buradan add to archive varsa WinRAR-dan buradan da zipləyə bilərsiniz. Baxın, buradan add to archive-a basanda buradan da zipləmək gəlir. Zip faylı, RAR faylı, nə bilim, ürəyiniz. .zip olur bunda, .rar olur bunda. Ondan sonra 7-zip varsa, məndə 7-zip də var idi. Baxın, 7-zip. Bundan da zipləyə bilərsiniz. Tamam. Eyni şəkildə. Ən rahat üsulunu sizə göstərdim. Buradan bir dənə Send to-ya basırsınız. Kompressə basırsınız ki, faylı kompreslə.
Ondan sonra kül kimi kompresləyir. Və faylı kompresləməyinin ən gözəl xüsusiyyətini deyim sizə. Burada məsələn properties-ə bassaz, bu faylın ölçüsü məndə tutaq ki 3 kilobaytdır. Düzdür, çox böyük bir ölçü deyil, amma böyük proyektlərdə fərq eləyəcək. Bunun ölçüsü ondan daha balacadır. Yəni ki, faylı kompresləyir. 2 kilobayt, 2 kilobaytdan bazı olur hətta. Tamam, göz üstünə gələndə də görünür. Yəni ki, faylın ölçüsünü azaldır və bunu götürürsünüz. Bu zip faylını mənə nə edirsiniz? WhatsApp-dan tulluyursunuz. Aydın oldu? Mənim özür istəyirəm. Sizə WhatsApp-dan bir dənə yolladım. Mən hal-hazırda. Ona baxa bilərsiniz, zəhmət olmasa. Qrupa yolladım. Index HTML. Şəxsi də. Hə, tamam. Bu HTML fayldır. Ay sol. Bunu fayl şəklində belə deyiyor. My first portfolio. Ay sol. Əla, gözəl. Tamam. Onu bizə Elcan müəllim verilmişdi. Task kimi. Onun birinci taskı idi. Maşallah, uca hazırda. Bunu bir dənə rekordu bağlayaq buradan.